Hal-hazırda bizim kənddə 1500-ə qədər təsərrüfat var. Əhali fasiləsiz olaraq içməli sudan istifadə edə bilmir. Xüsusən də yay aylarında, yəni quraqlıq dövründə Kiş çayının quruması ilə əlaqədar olaraq əhali su qıtlığı ilə üzləşir. Oxud, Kiş və Qoxmuq kəndlərinin dağ ətəyində təbiətlə iç-içə olmasına baxmayaraq sakinləri su sarıdan həmişə çətinlik çəkiblər. Bulaqların suyu tələbatı tam ödəyə bilmir. Oxud, Kiş, Qoxmuq kəndləri Şəki rayonunun dağ ətəyi kəndləridir. Burada evlər kaskad şəkildə, yəni pilləkənvari şəkildə inşa edilib və bu kəndlərin hər bir məhəlləsində belə su nöqtələrini görmək mümkündür. Bu su nöqtələri mərkəzləşdirilmiş şəkildə su daxil olunur, təzyiq yaranır və gördüyünüz boru hesabına, abonent hesabı kimi evlərə su xətti aparılır. Amma sakinlərin dediyinə görə yay aylarında su azalır, bəzi evlərə, məscidə, uşaq bağçasına ümumiyyətlə su çatmır. Havalar isinən kimi də bulanır su, bulandıq olur, lilli olur, hər yeri lil basır belə. Yəni bunu da belə axıdırıq, bura qonşular narazılıq eləyirlər. Qışda necə olur bəs su problemi? Qışda da su duru olur, amma donur da, üstü açıqdır, şlanklarımızın üstü donur, elə qalıq. Bu kəndlərdə kanalizasiya sisteminin olmaması isə ekoloji problemlər yaradır. Amma vəziyyət artıq dəyişmək ərəfəsindədir. Oxud, Kiş və Qoxmuq kəndlərində mərkəzləşdirilmiş su və kanalizasiya sistemləri qurulacaq. Artıq layihə smeta sənədinin hazırlanması üzrə işlər davam edir. Yəqin ki, ilin sonuna qədər burada tikinti quraşdırma işləri başlanılacaq. O cümlədən həmən 3 kəndində bir nömrəli məsələdir ki, bu dəqiqə həm Avropa İnkişaf Bankının qarşısında duran, həm bizim qarşımızda duran məsələdir ki, həmən kəndlərdə yaranmış ciddi vəziyyət tezliklə aradan qaldırılsın. Su və kanalizasiya sistemlərinin qurulması əhalinin yaşayış keyfiyyətini artırmaqla yanaşı kəndlərin turizm potensialından daha yaxşı istifadə edilməsinə də şərait yaradacaq. Əli Səmədov, İbrahim Mustafayev, Lalə Rəhmanova, Sabir Bilalov, ASTV xəbər.